ifadə var. Eminəm ki, Vüsal müəllim də onu eşidibdir. Dostoyevskinin Karamazov qardaşlarındakı Allah yoxdursa hər şey məqbuldur, hər şey icazəli, hər şey etmək olar. Yox, əlbəttə. Buna fikrinizi bilmək istəyirəm. Yox, tamamilə yanlış fikirdir. Yəni, din olmamışdan qabaq, tək tanrılı, tək Allahlı dinlər olmamışdan qabaq, hələ lap ibtidai icma cəmiyyətində totemlər və tabular sistemi var idi. O bayaq dediyim, tutaq ki, dindarlar deyirlər ki, niyə ateist öz bacısına pis gözlə baxsın, niyə əgər Allah inanmır? Çünki bu tabudur. Hələ dinin izi tozu olmayanda, tutaq ki, bacısına, anasına, digər qadınlara... Tabu da dinə aid. Yox, tabu hətta dinin olmadığı cəmiyyətdə belə. Tabular da dini şuurun bir hissəsidir. Mifoloji təfəkkür dövründə belə. Totemizmin bir ifadəsidir, o da dindir də. Mən tək Allahlı dinləri nəzərdə tuturam. Yəni, mifoloji təfəkkür dövründə belə tabular bizə müəyyən qadağalar qoyurdu. Amma bugünkü insan üçün isə Allah yoxdur, mən dediyimi, istədiyimi eləyim təfəkkürü ümumiyyətlə bu mağara düşüncəsidir. Allah yoxdur, qanunlar var, əxlaq normaları var, başqa insanların mənə müqaviməti var, reaksiyaları var. Mən belə açım, çox üzr istəyirəm. Vüsal müəllim, əxlaq normaları var deyirsiniz. Əgər o əxlaq normasını insan beyni müəyyənləşdirirsə, digər bir qrup ağıllı insan çıxıb deyə bilər ki, gəlin müzakirəyə açaq. Bu mənim dünya görüşümə, yaşayışıma uyğun deyil. Beləliklə, sənin qoyduğun əxlaq norması normativə çevrilə bilmir. Baxın, sadə bir misal deyəcəyəm. Lawrence Krauss çox yaxşı fizikdir. Debatlarının birində deyir ki, insest heç də pis məsələ deyil. Çox yaxşı fizikdir. Yaxşı fizikadan yaza bilər. Amma əxlaq məsələsinə gələndə təsəvvür edirsinizmi, o təxminən yazılı tarixə aid 4000 illik bir qaydalar var. Mesopotamiyadan gəlmiş o əxlaq normalar var. Bunları insan beyninin məhsulu hesab etdikləri üçün və bugünün dövrünə uyğun gəlmədiyini iddia etməklə yeni normalar ortaya qoymağa çalışırlar. Başqa bir situasiya sizi təsvir etmək istəyirəm. Mən necə iddia və bugün biz bu Lawrence Krauss'a geridə qalmış bir insan deyə bilmirik. Kifayət qədər ağıllı insandır. Çox üzr istəyirəm. Mən situasiyanı biraz xırdalıyım. Bax, mən onu necə görürəm də. Bax, tutalım ki, mömin düşünür ki, Allah var və mənim gizlində düşündüyümü də görür, gizlində etdiyimi də görür, aşkarda etdiyimi də görür. Bir də var, məsələ, ateist. Ateist düşünür ki, əgər mən, məsəl üçün, adam öldürsəm, əgər bunu görməsələr, kamera falan olmasa, xəbər verən olmasa, onda heç bir şey baş verməyibdir. Mömin düşünür ki, mən günah işlətmişəmsə, cəza məni mütləq tapacaq.